Rusiya ilə Ukrayna arasında tezliklə atəşkəsin təmin olunmasını, tərəflər arasında etimadı artıran tədbir kimi havadan və dənizdən hücumların dayandırılmasını dəstəkləyirik. Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının təşkil etdiyi həmfikir ölkə liderlərinin onlayn görüşündə çıxışı zamanı ifadə edib. Ərdoğan həmçinin Türkiyə müdafiə sənayesinin Ukraynaya verdiyi dəstəkdən və müharibə şəraitinə baxmayaraq Ukraynanı tərk etməyən özəl sektorun töhfələrindən də danışıb. Ona görə də Avropa İttifaqının müdafiə məhsullarının tədarükü və yenidən qurma proqramlarında Türkiyənin kənarda saxlanmasının izah edilməz olduğunu vurğulayıb. Avrupa güvenliğine dair tüm adımların Türkiye ile birlikte planlanmasının müşterek menfaatimize olacağı kanaatindeyiz. Tüm bu gayretlerde transatlantik bağın azami ölçüde korunması ve müttefikimiz Amerika'nın güçlü desteğinin alınması da şüphesiz önemlidir. İleri teknolojiye sahip savunma sanayimiz, güçlendirilmeye çalışılan savunma alanına katkı sunmaya hazırdır. Birlik bünyesindeki Avrupa Savunma Sanayi Programı'nın tüm Avrupalı müttefiklere açık olmasının gerektiğini düşünüyorum.